OTK-nın 5 apreldə 8-ci siniflər üçün keçirdiyi sınaq imtahanında istifadə olunmuş sualların izahına baxırıq. 31-ci sual. Perimetri 24 olan ABCD paralleloqramında AC 8 cm olarsa ABC üçbucağının perimetrini tapın. AB tərəfinə A, BC tərəfinə bir dənə B desək, paralleloqramın perimetri 2A üstə gəlinsin B olduğundan bərabərdir 24 yaza bilirik. Hər tərəfi 2-yə bölsək, A üstə gəl B bərabərdir 12 alarıq. Bizə isə ABC üçbucağının perimetri lazım idi. Bu bizə verəcək AB, yəni A, üstə gəlinsin BC, üstə gəl B, üstə gəl AC, yəni 8. A üstə gəl B bizdə 12-yə bərabərdir, üstə gəl 8 bərabərdir 20 olar. Doğru cavab D variantı. 32-ci sual. X üstü 4 çıxılsın 81 çoxhədlisinin vurğularından biri hansıdır? Bunu vurğularına ayıraq. X kvadratı çıxılsın 9-un kvadratı şəklində yaza bilərik ki, bu da x kvadratının kvadratı çıx 9-un kvadratı. Bu da x kvadratı çıx 9, x kvadratı üstə gəl 9 olar. X kvadratı çıx 9-u da x kvadratı çıx 3-ün kvadratı kimi yazsaq, x çıxılsın 3, x üstə gəlinsin 3, x kvadratı üstə gəlinsin 9 alınır. Çoxhədlisinin vurğularından biri hansıdır? Bu deyil, bu deyil, bu deyil, bu da deyil. Doğru cavab A variantı oldu. 33-cü ədəd. Ədəd oxunda 12 ədədindən 5 vahid məsafədə yerləşən ədədlərin cəmini tapın. 12 ədədindən 5 vahid sağda və 5 vahid solda yerləşən ədədlər var. Sağda yerləşən ədəd 12 üstə gəlinsin 5 bərabərdir 17. Solda yerləşən ədəd isə 12 çıxılsın 5 bərabərdir 7 olar. Bizə bu iki ədədin cəmi lazım idi. 17 üstə gəlinsin 7 bərabərdir 24 olar. 34-cü sual. 30 ədədinin 2, 3, 5 nisbətində bölünməsindən alınan böyük ədədi tapın. Yazırıq 2K üstə gəlinsin 3K üstə gəlinsin 5K bərabərdir 30-dur. Buradan da alırıq ki 10K bərabərdir 30, K da bərabərdir 3-dür. İndi 2K bərabərdir 2 vurulsun 3 bərabərdir 6, 3K bərabərdir 3 vurulsun 3 bərabərdir 9, 5K bərabərdir 5 vurulsun 3 bərabərdir 15-dir. Böyük ədəd lazımdır bizə, cavabımız 15 olur. 35-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB vətərdir. AOB bərabər tərəfli üçbucağın perimetri 18 olarsa, çevrənin uzunluğunu tapın. Bərabər tərəfli üçbucaqdırsa, bu da R, bu da R, bu da R-ə bərabərdir. 3R bərabərdir 18-dirsə, onda radiusu təyin edirik ki, radiusu 6-ya bərabərdir. Bizə çevrənin uzunluğu lazımdır. Çevrənin uzunluğu 2πr, bu da 2 vurulsun pi vurulsun 6 bərabərdir 12π olar. Doğru cavab C variantı. 36. 2, 5, 5, AB ədədlərindən ibarət sıranın modası 2-dir. Bu sıranın ədədi ortasını tapın. Burada modanın 2 olması üçün A və B-nin hər ikisi 2 olmalıdır. Demək, A da bərabər oldu 2-yə, B də bərabər oldu 2-yə. Sıranı yenidən yazsaq 2, 2, 2, 5, 5. Ədədi ortasını tapmaq lazımdır. 2 üstə gəlinsin, 2 üstə gəl 2, üstə gəl 5, üstə gəl 5, bölünsün. 5 ədəd var bu sırada, böldük sayına. 16 bölünsün 5 bərabərdir 3 tam 10-da 2 olar. Doğru cavab D variantı. 37-ci sual. M bərabərdir 5-də 2 üstə gəlinsin 2-də 5 ədədinin kəsr hissəsini tapın. Demək, ortaq məxrəci gətirdik. 10, yuxarını vurduq 2-yə, burada da yuxarını vurduq 5-ə. Bərabərdir 10-da 29. Yəni 2 tam 10-da 9. Bu ədədin kəsr hissəsi 0 tam 10-da 9-a bərabərdir. Doğru cavab A variantı oldu. 38-ci sual ifadəsini sadələşdirin. Birinci mötərizənin daxilini hesablayaq. Vurmada qüvvətlər toplanılır. Oldu A üstündə -12 vurulsun A üstü 8 bərabərdir A üstü -12 üstə gəlinsin 8 bərabərdir A üstü -4. İndi A üstü -4-ü bölürük A üstü -9-a. Bölmədə qüvvətlər çıxılır. Əsaslar eyni olduğundan olacaq A üstündə -4 çıxılsın -9. Yəni A üstündə -4 üstə gəlinsin 9
A üstündə 5. 39-cu sual. Əbob 24-36-nı tapın. 12-ni əbobun qarşısına çıxarsaq, əbob burada 2 qalar, burada da 3 qalar. 2 ilə 3 qarşılıqlı sadə ədəddir. Əbobu 1-ə bərabərdir. 12 vurulsun 1 bərabərdir 12 alınar. Doğru cavab D variantı. 40-cı sual. 2x üstü 4, y üstü 6 bir hədlisinin dərəcəsi əmsalından neçə dəfə böyükdür? Əmsal 2-yə bərabərdir. Dərəcə isə 4 üstə gəlinsin 6, yəni 10-a bərabərdir. Neçə dəfə böyük olduğunu soruşur. 10-u böldüyü 2-yə bərabərdir 5. Doğru cavab A variantı oldu. 41-ci sual. AB bərabərdir BC-dir. O da bərabərdir CD, o da bərabərdir DY. BF bərabərdir FC-dir. Bura bir X dedim, burada bir X dedim. BC AB-yə bərabər olduğundan burada 2X-dir. CD-yə bərabər olduğundan 2X-dir. D-yə bərabər olduğundan 2X-dir. Bunları qeyd elədik. Bizə lazımdır AC. AC və YF nisbəti bərabərdir. AC-də var, AC-də 4X. YF-də isə var 5X. X-lər ixtisar olundu. 5-də 4, yəni 0,8 alındı. Doğru cavab A variantı. 42-ci sual. 6x kvadratı çıxılsın 5x üstə gəl 1 bərabərdir 0 tənliyinin kiçik kökünü tapın. Bunu belə yazaq. Vurğularını ayırmayla yazılaq. 6x kvadratı çıxılsın 3x çıxılsın 2x üstə gəlinsin 1 bərabərdir 0. Birinci ikisindən 3x'i çıxardaq mötərizə xaricinə. Burada qaldı 2x çıxılsın 1. İkinci ikisindən mənfini çıxartdıq. 2x çıxılsın 1 bərabərdir 0 alındı. 2x çıxılsın 1-i 1 də çıxartdıq mötərizə xaricinə. 3x çıxılsın 1 qaldı bərabərdir 0. Hasilin 0 olması üçün vurğulardan biri 0 olmalıdır şərtini yazırıq. 2x çıxılsın 1 bərabərdir 0. Buradan da x bərabərdir 1 bölünsün 2. Digər tərəfdən 3x çıxılsın 1 bərabərdir 0. X bərabərdir 1 bölünsün 3. 2-də 1 və 3-də 1 ədədlərindən daha kiçik olanı 3-də 1-ə bərabərdir. Bizə də kiçik kök lazımdır. Doğru cavabımız Y variantı oldu. 43-cü sual. Perimetri 40 cm, hündürlüyü 6 olan rombun sahəsini tapın. Rombun sahəsi A vurulsun H düsturu ilə tapılacaq. Burada əvvəlcə A-nı təyin eləyək. Perimetri 40-a bərabərdirsə, bu o deməkdir ki, 4A bərabərdir 40. Buradan da alırıq ki, A bərabərdir 10. Tərəfini təyin elədik, 10. Hündürlüyü isə verilib 6 cm-dir. 10 vurulsun 6, 60 cm kvadratı. Doğru cavab C variantı. 44-cü sual. A və B çoxluqları üçün A ilə B-nin fərqi 6-ya bərabərdir. Demək, bu olsun A çoxluğu, bu da olsun B çoxluğu. A ilə B-nin fərqi 6-ya, B ilə A-nın fərqi 8-ə bərabərdir. Və birləşmədə isə 21 element var. Bura X yazdıq. 6 üstə gəlinsin X, üstə gəl 8 bərabərdir 21-dir. X üstə gəlinsin 14 bərabərdir 21-dir. Buradan da X bərabərdir 7 olar. Bizə də kəsişmə lazım idi. Bu hissədə A və B çoxluqlarının kəsişməsidir. Doğru cavab A variantı oldu. 45-ci sual. 4 bölünsün kök altında 2 və kök altında 2 bölünsün 4 ifadəsinin qiymətini tapın. Deməli, belə yazaq da. Ortaq məxrəcə gətirək. 4 kök altında 2. Yuxarıda oldu 4 vurulsun 4. 16 üstə gəlinsin. Kök altında 2 vur kök altında 2. 2-yə bərabərdir. Bu da oldu 18 bölünsün 4 kök altında 2. 2-yə ixtisar aparsaq, 2 kök altında 2, surətdə də qaldı 9. Məxrəcin irrasionallıqdan azad eləsək, 9 kök altında 2, məxrəci kök altında 2-yə vursaq 4 alınar. Cavabımız alındı 9 kök altında 2 bölünsün 4. Doğru cavab A variantı. 46-cı sual. ABC üçbucağında adətən böləndir. B bucağı 70 dərəcədir. C bucağı 80 dərəcədir. BDA. BDA-nın dərəcə ölçüsünü tapın. Bura X yazırıq. X-i təyin etməliyik.
Bura bir alfa yazdıq, burada bir alfa yazdıq. Üçbucağın daxili bucaqlarından cəmi 180 dərəcədir. Yəni 2 alfa üstəgəl 70 üstəgəl 80 bərabərdir 180 dərəcədir. Buradan 2 alfa bərabərdir. Birbaşa yazaq, bu elədir 150, 180-dən də 150 çıxsaq 30, alfa da bərabərdir 15 dərəcə alınır. Demək, bura 15 dərəcədir. Baxacağıq bu üçbucağa, üçbucağın xarici bucağının xassəsini tətbiq eləyək. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 80 üstəgəlinsin 15 bərabərdir 95 dərəcə. 47-ci sual. X bərabərdir 19 olarsa, x kvadratı çıxılsın 6x üstəgəl 5 bölünsün x kvadratı çıxılsın 1 ifadəsinin qiymətini tapın. Yuxarına vuruqlara ayırırıq. Hasili 5, cəmi 6 olan 2 ədəd lazımdır. X çıxılsın 1, x çıxılsın 5. Vuruqlarını ayırdıq. Aşağını vuruqlarını ayırsaq x çıxılsın 1, x üstəgəlinsin 1 alınar. X minus 1-ləri ixtisar apardıq. X-in yerinə 19 yazırıq. 19 çıxılsın 5, 14, 19 üstəgəl 1. Bu da oldu 20. 2-yə ixtisar apardıq. 10 da 7. Cavabımız oldu 0,7. 48-ci sual. A bölünsün B üstəgəl B bölünsün A bərabərdir 12 olarsa, 3A kvadratı üstəgəl 3B kvadratı bölünsün AB ifadəsinin qiymətini tapın. Bunu ayrı-ayrı kəsirlər kimi yazaq. 3A kvadratı bölünsün AB üstəgəlinsin 3B kvadratı bölünsün AB. Buradan A'lar, buradan da B'lər ixtisar olundu. Qaldı 3A bölünsün B üstəgəlinsin 3B bölünsün A. 3'ü çıxartdıq mötərizə xaricinə. A bölünsün B üstəgəlinsin B bölünsün A. Bu da bərabərdir. 12'ye bərabər verilib deyənə 3 vurulsun. 12 bərabərdir 36 olur. 49-cu sual. Cəmi 100 dərəcə olan qarşılıqlı bucaqlardan biri düz bucaqdan neçə dərəcə kiçikdir? Cəmi 100 dərəcədirsə, qarşılıqlı bucaqlar da bir-birinə bərabərdir. 2 alfa bərabərdir 100 dərəcə. Onda biri 50 dərəcəyə bərabərdir. Düz bucaqdan neçə dərəcə kiçikdir? 90 dərəcədir düz bucaq. Bundan da 50-ni çıxsaq, alınar 40 dərəcə. Demək 40 dərəcə kiçik olur bucaqlar. 50-ci sual. AB üstəgəlinsin BA bərabərdir 154 olarsa, A üstəgəl B cəmini tapın. Açılışını yazırıq. Deməli, AB ədədi olacaq 10A üstəgəlinsin B. BA ədədi olacaq 10B üstəgəlinsin A bərabərdir 154. 11A üstəgəlinsin 11B bərabərdir 154. 11'i çıxartdıq mötərizə xaricinə. A üstəgəl B bərabərdir 154. Hər tərəfini 11'ə bölsək, A üstəgəl B bərabərdir 14 olar. Bizə də A üstəgəl B cəmi lazım idi. Cavabımız 14 oldu. 51-ci sual. A parametrinin hansı qiymətində tənlişlər sisteminin həlli yoxdur? Tənlişlər sisteminin həlli yoxdur. Şərt belədir. A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 fərqlidir. C1 bölünsün C2. Yəni A bölünsün 6 bərabərdir. 2 bölünsün 3 fərqlidir. 8 bölünsün -4 olmalıdır. Bu hissəni həll edəcəyik. Dəyişən burada olduğundan 3A bərabərdir 6 dəfə 2 12. A da bərabərdir 4. 52-ci sual. Sinifdəki şagirdlərin 20% riyaziyyat, 7-də 2 hissəsi kimya dərnəyində iştirak edir. Bu iki dərnəkdəki şagirdlərin saylarının fərqi 3-ə bərabər olarsa, sinifdə neçə şagird var? 20%. X şagird qəbul eləyək. Sinifdəki şagirdlərin sayı x nəfərdir. X-in 20% 0,2 x-ə bərabərdir. Və 7-də 2 hissəsi isə kimya dərnəyindən iştirak edir. 7-də 2 x-i də kimya dərnəyində iştirak edir. Bu iki dərnəkdəki şagirdlərin saylarının fərqi. Deməli, bu 7-də 2 x çıxılsın 10-da 2 x fərqi 3-ə bərabərdir. Bunu ortaq məxrəcə gətirək. Bunu 5-də 1 də yaza bilərik. 10-da 2-ni 5-də 1 yazdıq. Ortaq məxrəcə gətirdik.
35-də 2 dəfə 5 10 x çıxılsın 7x bərabərdir 3-dür. Buradan da alırıq ki 35-də 3x bərabərdir 3. 3-lər ixtisar getsə x bölünsün 35 bərabərdir 1. Buradan da alırıq ki x bərabərdir 35-dir. Bizə lazım idi sinifdəki şagirdlərin sayı, sinifdəki şagirdlərin sayı 35 nəfərdir. 53-cü sual A, B və C ədədləri verilmişdir. B ədədi A ədədindən 2 vahid, C ədədindən isə 6 vahid böyükdür. B ədədi A ədədindən 2 vahid, C ədədindən isə ayrı qeyd edək. C ədədindən isə 6 vahid böyükdür. Ədədlərdən ən kiçiyi, ən böyüyünün 4də 3 hissəsi olarsa. Deməli, bunu belə yazırıq da, C üstəgəlinsin 6-dır. Demək, bu sıralamada ən kiçik ədədi C ədədidir, ən böyük ədəd isə B ədədidir. Bizə deyir ki, ən kiçik ədəd ən böyüksünün 4də 3 hissəsi olarsa. Bu o deməkdir ki, yəni B vurulsun 4də 3 bərabərdir C olur. Buradan təyin edə bilirik. Deməli, 3B bərabərdir 4C-dirsə, B bərabərdir 4K, C bərabərdir 3K yaza bilirik. Gətirib hamısını bir-birinə ifadə eləyə bilərik. Məsələn, buradan A-nı təyin eləyə bilərik. B əgər 4K-dırsa, B 4K-dırsa, yazdıq yerinə A üstəgəl 2, buradan da A-nı təyin edirik. A bərabərdir 4K çıxılsın 2-dir. Gətirib burada bu bərabərliyi də yerinə yazıb K-nı təyin eləyə bilərik. Məsələn, 4K çıxılsın 2 üstəgəl 2 bərabərdir. C-miz də neçədir? 3K üstəgəl 6-dır. Buradan da K bərabərdir. 2-lər getdi. K bərabərdir 6 olduğunu tapırıq. Deməli, B 4K-dır. 4 dəfə 6 24. C 3K-dır. 3 dəfə 6 18. A da nəyə bərabərdir? 4K çıxılsın 2-dir. Demək, A bərabərdir 4K çıxılsın 2-dir. Yəni, 4 vurulsun 6 çıxılsın 2, bu da bərabərdir 22-dir. A, B, C cəmini tapın. Olacaq A üstəgəlinsin B üstəgəlinsin C bərabərdir 22 üstəgəl 24 üstəgəlinsin 18 bərabərdir 64 olar. 54-cü sual. Perimetri 64, yan tərəfi 25 olan bərabər yanlı üçbucağın sahəsini tapın. Demək, bura bir x dedi. X yan tərəfi 25-dir, yəni bura 25. Onda bərabər yanlı üçbucaq olduğundan bura da 25-dir. Bura isə bir x dedik. Perimetri 64-dür. X üstəgəl 25 üstəgəl 25 bərabərdir 64. Onda x bərabərdir 14 olar. X-i təyin etdik ki 14-dür. Hündürlüyünü çəkirik. Hündürlüyünü çəksək, bu həm median, həm tən bölən olduğundan buranı 7-yə böldü. H-ı isə Pifagor üçlüyündən təyin edə bilərik və yaxud Pifagor teoremi ilə təyin edə bilərik. H kvadratı üstəgəl 7-nin kvadratı bərabərdir 25-in kvadratı. H kvadratı bərabərdir 625 çıxılsın 49. Buradan da H kvadratı bərabərdir. Deməli, 576, H da bərabərdir 24 olar. Hündürlüyü təyin elədik. Hündürlüyü 24-ə bərabərdir. Üçbucağın sahəsi S bərabərdir. A vurulsun H bölünsün 2-dir. A-sı 14, H-ı isə 24-dür. Bölünsün 2. 2 ilə 24 ixtisar apardıq 12. 14 vurulsun 12. Bu da bərabərdir 168 olar. 55-ci sual. ABCD düzbucaqlısında AC 2x kvadratı çıxılsın x üstəgəl 3. BD x kvadratı çıxılsın 5x üstəgəl 24 olarsa, AC diaqonalının uzunluğunun kiçik qiymətini tapın. AC və BD düzbucaqlarının diaqonallarıdır. Düzbucaqların diaqonalları bir-birinə bərabərdir.
Bir-birinə bərabərdirsə bərabərləşdiririk. 2x kvadratı çıxılsın x, üstə gəlinsin 3. Bərabərdir x kvadratı çıxılsın 5x, üstə gəl 24. Bir tərəfə keçirsə x kvadratı, üstə gəl 4x, çıx 21 bərabərdir 0. Köklərin təyin elədi. x1 bərabərdir, x2 bərabərdir. Hasili -21, cəmi isə -4 olmalıdır. Demək, -7 və 3. Hasili 21, cəmi isə -4. Kökləri təyin elədik. Bizə isə AC-nin kiçik qiyməti lazımdır. AC-ni təyin eləyək 3 olduqda. X 3 olduqda olacaq 2 vurulsun, 3-ün kvadratı çıxılsın 3, üstə gəl 3. Bunlar getdi, bərabərdir 18. AC-ni x -7 olduqda hesablayaq. 2 vurulsun 49, çıxılsın -7 olacaq. Üstə gəl 7, üstə gəl 3. Bu da bərabərdir 108. Bizə AC-nin kiçik qiyməti lazım idi. Cavab oldu 18.